Salam əziz şiv bürcləri. Önümüzdə gələn 15-21 dekabr həftəsində sizi nə gözləyir? Bu həftə özünü daha inamlı, enerjili hiss edəcəksən. İşdə ön plana çıxmaq, bacarığını göstərmək üçün çox yaxşı zamandır. Sevgi həyatında diqqət, maraq görmək istəyi artacaq və münasibətlər daha da güclənəcək. Sağlamlıq üçün enerjini düzgün bölmək, istirahəti unutmamaq vacibdir. İndi baxaq görək kartlar bizə özümüzə gələn həftə nə vəd edir? Şir bürcləri. Belə, bu həftə pozitiv dövrün xoşbəxtlik və sülhün yaxın olduğunu göstərir. Sənə çalışqanlıqla nail olduğun, yəni ki, əziyyət çəkərək nail olduğun uğurun keyfini çıxartmaq qalır. Ailəniz üçün istədiyi və gözlədiyiniz müsbət hadisələr baş verər. Yəni, ailənizin hansısa bir arzusu reallaşa bilər. Özünüzü ələ almaq lazımdır. Yəni, sonradan peşman olacağınız hər hansı bir hərəkətləri bu həftə etmirsiniz. Yaxın gələcəkdə maddi, ruhi baxımdan da zəngin, xoşbəxt bir dövr yaşayacaqsınız. Qarşıdakı çətinlikləri diqqət yetirmək, onları həll etməyə çalışmaq lazım olduğunu göstərir. Yəni, hər hansı bir həll olunmalı problemləriniz var. Bu həftə ona vaxt ayırın. Yaxın gələcəkdə həyatınızda bir sonlanma olacaq, bir əlaqənin bitməsi, bir vəziyyətin bitməsi, bir hal-hazırdakı durumun dəyişməsi ilə bağlı. Gəlin həftəlik ümumiləşdirək. Yaxın gələcəkdə həyatınızda müsbət dəyişikliklərin üstünlük təşkil etdiyi rahat bir dövr başlayır. Maddi baxımdan bolluq hiss edəcəksiniz, zəhmətlə çalışdığınızın bəhrəsini görəcəksiniz. Ailənizlə bağlı istədiyiniz, ümid etdiyiniz sevindirici hadisələr baş verə bilər. Bu da sizə əlavə motivasiya və güc verəcək. Bununla yanaşı qarşınıza çıxan bəzi çətinliklər, həll olunmalı məsələlər diqqət tələb edəcək. Bu dövrdə emosiyalarınızı nəzarətdə saxlamalı, tələskən, düşünülməmiş qərarlardan uzaq durmaq çox vacibdir. Çünki sonradan peşman olmayasınız deyənə bunu öncədən nəzərə alın. Həyatınızda müəyyən bir mərhələnin, əlaqənin, vəziyyətin sona çatması mümkündür. Lakin bu sonlanma əslində sizi daha aydın, sabit, uğurlu bir gələcəyə hazırlayan vacib bir keçid rolunu oynayır. Yəni, yeniyə yol açmaq üçün köhnəni bağlamaq, bitirmək lazımdır. Bu qədər.